Hamıya salamlar, mən Hediric. Bu günlər sizlərlə ölkədə tema bitmirin ikinci bölümünü çəkirik. Deməli, bu videonun birinci bölümünü çəkəndə həqiqətən çox qəşəng baxış idi. Yəni 1000 baxışa yaxın səfərlərsə baxış idi. 785 ya da 786-dır. 47-də like gəldi. Gördüm bu video çox bəyənilib. Dedim bunun ikinci bölümünü də çəkeyim. Ona görə çəkdim. Nəysə, çox uzatmadan videoya keçək. Deməli, bu nədir? Bakı Dövlət Universitetinin Biologiya Fakültəsinin 3-cü kurs tələbəsi Leyla Hüseynli əri tərəfindən qətlə yetirildi. Allah rəhmət eləsin. Hər halki, Nurlan nə qatıqlayıb ala? Hər halki nəsə edib, evli bir qadın unidə nə gezir? Niyə oxumalı idi ki? Nurlan, səni tutaram. Səni o qədər... Birincisi, sənin dediyində bir şey daha var ki, universitetdə oxuyan bir adam niyə evlənməlidir axı? Bu valideynlərdə bu nə düşüncədir yəni? Nə evləndirsən, qoy oxusun da. İkincisi də ki, unidə oxuyan qadın niyə oxumalıdır ki, nədir Allah? Niyə oxuya bilməz ki? Bu qədər geri düşüncəli insanlar olmuyor. Elə sənin kimi xiyarlardır. Nəysə. Əsəbləşdim Allah. Videonun girişindən bu qədər... İkinci şey video keçək. Çayxanada uşaqlarla damla çırpanda evdəkilər qız tapmış. Tez bazar gəlirəm, qol çəkək gedirəm. Uşaqlarla damla oynayacaq, tez olun. Adət çalışmadı valla. Bu nədir? Sinifin TikTok yeri. Sinifin TikTok'eri Sultan gelir. Temada demode elib ama ne bileyim. Ay böyle bu nedir? Yani gülməməyə çalışaq. Hayır. Hayır. Çok mu komik? Özümə bir qız tapanmadım. Yorğan zat sırıtdırım ha qızlar, bax. Hər şeyim var. Daha məcburam, mən imkanı olan qız varsa elçi düşsün mənə. Yəni qız zat tapanmadım da bu yaşa kimi. Yorğanım zadım hazır, heç nəniz lazım deyil. Bir dənə elçi düşün, всё. Hər şey normal olar Allahın köməyi ilə. Başqa heç nə lazım deyil. Orijinal səsli, orijinal oğlanam bax. Orijinal oğlanam nə? Döşəmizdə hazırlanıb. Çalışın iyi ulayın, axırına kimi elçi düşün mənə qızlar. Yəni bəs deyil, orijinal oğlanam demən nə idi adaş? 1.60-dan yuxarı olsun, özü də zakazda bax ha. Əlinin ortasında bir dənə qoysan sıfatına yapışır yerə. Bu nədir? Hayda, bildim, Gəbədə bəy yaşanan hadisələrdən ki, gördürdü. Nə bileyim? Buna mən çox bir fikir deməyəcəm, çünki gecə ilə məni də... Amma yəni elədiyiniz hadisələr, elədiyiniz işlər düzgün deyil, yəni belə bir şey eləməməz. Yəni özünüzdən yaşlıdırlar. Yəni qaz spreyi sıxmaq nə idi olar? Yerə yıxıb qoca kişini tapdalamaq nədir yaxşı? Tamam yaxşı qolundan vur, orasını, burasını sındır da, o cür işgəncələr eləməyin. Yəni, normal şeylər deyil bunlar. Nəysə, son videomuza keçək, sonra videonu bitirirəm. Bundan sonra elə bir dənə də video çəkməliyəm. Stokda videoları birləşdirirəm, aramıza sır qalsın bu arada. Öpürəm sizləri. Bu nədir?
Yəqin ki, kişinin nəsə bir qüsuru falan var fiziki cəhətdən. Amma qəşəng səmimi videodur. Yəni videonun sonu yaxşı qurtardı Allaha şükür. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər videonu bəyəndinizsə, buradan kanalıma abunə olub, buradan da digər videoları izləməyi unutmayın. Bu arada videonu paylaşın ki, daha çox kütləyə erişək də, yəni. Bu arada nə edir? Hər şeyini bu arada deyirəm. 47 like almışdı keçən video. Ümid edirəm ki, bu video 50 like-ın üstünə keçər. Mənim videolarım 50 like-a gedir, 50 like-dan yuxarı çıxmır. Bu video başım 100 like almalıdır. Paylaşın bunu dostlarınızdan, istənilən yerdə, hər yerdə paylaşın ki, bu video 100 like getsin. Bu arada bu ayın axırına qədər mənə 200 abunə edin. Nəysə da özünüzə yaxşı baxın. Bay bay.